Eurovision ərəfəsində ölkəmizə gələn xarici turistləri Bakı ilə daha yaxından tanış etmək üçün Mədəniyyət və Turizm Nazirliyi Baku City Tur həyata keçirir və bu turları həyata keçirmək üçün 2 mərtəbəli avtobuslar gətirilib Bakıya. Bu avtobuslardan hazırda Bakıda 3 dənədir. Türkiyədən gətirilən bu avtobuslarla 3 saat 50 dəqiqə ərzində turistlər Bakını gəzəcək, 9 məntəqədə dayanaraq Bakının müxtəlif tarixi abidələri ilə tanış olacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Eurovision mahnı müsabiqəsi ərəfəsində Bakıya gələn qonaqların pulsuz gəzintisi üçün Baku City Tur adlı 2 mərtəbəli avtobuslar marşruta buraxılıb. Bu avtobuslar turistlər üçün nəzərdə tutulub. Gəzinti turu mayın 15-dən 30-na dək davam edəcək. Turlar 3 saat 50 dəqiqə müddətinə planlaşdırılıb. Turlar haqqında informasiya çatımını asanlaşdırmaq üçün dayanacaqlara marşrutun günün hansı saatlarında hardan keçəcəyi barədə məlumatların əks olunduğu lövhələr vurulub, eləcə də turistlərin qalacağı otellərdə bu haqda informasiyalar yerləşdirilib. Baku City Tur mayın 30-na kimi bütün turistlər üçün pulsuz həyata keçiriləcək. Mayın 25-dən sonra paytaxt sakinləri də pulsuz turlarda iştirak edə biləcəklər. Mayın 30-dan etibarən isə şəhər turu həm paytaxt sakinləri, həm də qonaqlar üçün pullu xidmət göstərəcək. Artıq turlar başlasa da turistlərin sıxlığı nəzərə çarpmır. Marşrut müddətində turistləri rus və ingilis dilli xüsusi təlim keçmiş bələdçilər müşahidə edəcək. Aprel ayının 24-dən 30-una qədər Dünya Bələdçi Federasiyası tərəfindən GIC, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun dəstəyi ilə Azərbaycan Turizm İnstitutunda deməli beynəlxalq təlim keçirildi ingilis dilli bələdçilər üçün və biz də onda çoxlu coachdur, yəni avtobus coachdur və walking gəzinti turu elədik və onun da çox böyük belə deyək pozitiv texniki, yəni bələdçi peşəsinin texniki tərəflərinin inkişaf etdirilməsi üzərində çox böyük rolu oldu. Çalışılıb ki, Bakının bütün görməli yerləri, yəni Xətai prospektindən tutmuş, bütün yəni Cavanşir körpüsü, yəni Bakının istənilən görməli yerlərini bura daxil etmək üçün turun müddəti bu qədər uzadılmışdı. Amma bizim yəni finish daxil olmaqla 9 ədəd deməli dayanacağımız var. Hər dayanacaqda City Tur boxu qutusu var, hansı ki biz ora ingilis-rus dilində bizim dayanacaqların siyahısı, zamanlama və deməli Eurovision rəsmi partnyorları olan Azərbaycan Turizm Assosiasiyası və Mədəniyyət və Turizm Nazirliyi və Azərsəl tərəfindən hazırlanmış xəritə, turist xəritələri qoyulmuşdu və biz deməli ən çox 10-15 dəqiqə olur dayanacaqlar, amma təbii ki, ən böyük dayanacaq bizdə olur Şəhidlər Xiyabanında, çünki o yəni turistlərə çatdırmaq istədiyimiz belə deyək də ən belə həssas nöqtədir və biz orada 1 saat dayanırıq və 3 saat 50 dəqiqədən sonra 10 dəqiqə ara olur və yenidən həmin avtobus, müfəvvəq avtobus davam eləyir günorta turunu və yenə 3 saat 50 dəqiqə. 3 demək liniyadır, 10-da biri başlayır, 11-də biri, 12-də isə 3-cüsü, sonuncusu. Bu avtobuslar Türkiyədən gəlir, çox rahat, qonaqlarımız üçündür. Azərbaycanda cəmsi 3 dənədir bu avtobuslardan. PR necə aparılıbdır? PR otellərə və digər yəni turist xidmət informasiya mərkəzinə, sahildə yerləşən məlumat verilib ki, yəni pulsuz City Tur həyata keçirilir. Çünki bu turistlər üçün gözlənilməz olan, yəni pulsuz City Tur, yəni belə çox olan, təsadüf olan bir hadisə deyil və biz daha çox 19-undan sonra qrafik daha sıx olacaq. Yəni biz baxırıq otellərdə deməli bronlaşdırılmış nömrələrin sayına. Yəni orada artıq pik nöqtəsinə çıxacaq və artıq Eurovision həftəsi başlayır və 26-sına qədər yenə pik olacaq və 25-dən sonra isə yerli vətəndaşlar üçün də xidmət göstərəcək. Yəni ondan asılı olaraq avtobusların sayı artırıla bilər.